Imperial yok. Metric. Ünvan Metric'den geçti. Hamımız imperialda işləyirmişik də. Hər şey başınıza. Hop işte geç. Geri. Insert. Revitling. De otomatik açtı. Insertdan Revit-Link'ə. Çok güzel. Sen şeyin adı. Architecture. Komponenti görsen. Ne kadar şey var burada. Bunların özü burada heç bir mənlik deyil, yəni mən ancaq yuxarıdakı götürmüşəm, onlar özündə var. Yaxşı dərsin işte. Siz nə axtardınız ki? Bunun özünü götürürsən. Bunlar da. Bilməm, xarici divarları seçib qruplaşdırmaq olur. İndi ayrı-ayrı. Qruplaşdırmaq hər şey olur. Əlbəttə. Çünki məndə ayrı-ayrıdır deyə ona görə dedim. Ben Revit-Link'i belə seçir. Ve burada görsən ayrıca bir şeydir. Create similar eləyirəm. Və istədiyim yerə yenə qoya bilirim. İndi burada başqa söhbət var. Ki bu şeyləri hide eləmək məsəl üçün. Gözdə bir dənə girim yoxlayım şeydən. Hə, bax bunu burada qoymuşsan məsəl üçün. Sənə nə lazım? Sənə bir dənə fayl lazımdır ki, topografiya orada quracaqsan. Ancaq topografiya orada olacaq. Qalan hər şeyi Revit-Linklə tutturacaqsan, binaları. Və girib sonra binanın faylında nəsə dəyişiklik eləsən. Orada avtomatik dəyişəcək. Avtomatik bura gələcək. Ya da ki, gəlməsə. Manage links. Və buradadır. Buradan seçib reload eləmək olar. Sadəcə reload eləyəcəksən, götürüb eləyəcək özü. İşte mən başa düşmürəm. Amma mən sənə məsləhət nə görərdim? Şey üçün etdiyin faylları hansılar, məsəl üçün qabaqcadan bilirsən kəsiyi hardan verəcəksən. Hə. Kəsiyə düşən binalarda okey, saxla mebelləri. Tamam. Qalan hamısında yığışdır və təzədən save elə ayrıca fayl kimi. Tamam. Onları da Revit ki yüngülləşsin. Faylın maksimum yüngülləşsin. İndi görək biz bu level'ları söndürə bilirik buradan ya yox. Aynen. Level'ları söndürmeye oldu. Ve bunlar əslində sən deyəndə burada çoxdur şey. Bu artıq şey kimi gəlib də, yəni mebel necə gəlir sənə komponentdə. Komponentə seçirsən. Və buradan prosta bir yazmıyorum tapılır. Niyə tapmır ya da ki biz görmürük. Nədə axtardı onu? Belə bu binanı axtarır. Maraqlıdır. Məşq olmasa belə seçib copy də eləyə bilirsən. Deyəm, Revit-Link. Bu artıq Revit-Link olmuş olması elə deyil. Hə, bu artıq Revit-Link. Yəni mənim 2 dənə qabaqki ayırdığınız binalarım 2 fərqli faylda durur artıq mən kontrol. 2 fərqli, birini elədim ancaq. Yenə o ilkin faylı açıb, ikincisini götürdüm. Tamam. Yəni o ikisi artıq orada. Bu sadəcə Revit-Linkdir. Orada nə işləsəm amma burada dəyişəcək. Hə. Avtomatik Orada olaraq. deyəndə bax bura atmışam sənə. Desktopda
buildings. Aha, tamam. Bir residence. Bax bu budur. Bu həmin binadır. Tamam. Özün nömrələyirsən özün üçün. Bura atırsan. Bax burada tamam. belə bir şey var ki. Knopkaya basdın. Çıx da. Gəlir. Qırbağa qorxuram. Kompüterdə deyilmiş. Hə, onu deyirəm. Orada nə işləsəm artıq burada avtomatik dəyişir. Prosta bunu mən açmalıyam. Dəyişməsə gəlirsən manager, Revit links, manage links. Buradan seçib reload edirsən. Okay. Burada bax belə bütün binaların bax belə siyah olacaq səndə. Bir də nə deyirdim? Bu bax burada seçəndə hətta no faylı bir xeyli yüngülləşdirmək lazımdır. Hətta mən sənə bilsən nə deyərdim? Kəsiyə düşməyən binaları qoymuyor. bilmirəm, ərazi kəsiyə verəcəksən, amma versən yaxşı olar. Çalışacağam verim inşallah götürsün komitə. Kəsiyə düşməyən binalarda hətta götürüb nə bilim rigilləri söndür. Kəsiyə düşməyən binaları orada hide eləyə bilərəm, də elə deyil. Çünki bir də içində qalır. yox. Ha, o da yox, silsəm də olar əslində. Çünki bir dənə orada mənim lazım olan binalar Yox, sən düşəcək ümumi də. aksiometr verəcəksən axı. Oradan aksiometr var. Tabii doğru. Ya ümumi render verəcəksən, ya ümumi şey verəcəksən. Əslində render üçün sənə rigillər lazım deyil, düzdür? Hə, sən götürüb eyni binanın elə bir artıq 2 dənə Revit faylını, bir dənə ayırırsan, ayırdın, onu saxladın ki, bu kəsiyə düşəcək. Sonra elə həmin faylı açıb onun içindən bütün regilləri seçirsən, silirsən, bütün mebeli seçirsən, silirsən. Bunu da save eləyirsən şey üçün. Adın qoy bina 1 render üçün qalsın səndə. Onları bura atanda onlar xeylaq şey olacaq. Yüngül olacaq. Sənin şeyinlə. Okay. Bir də mən öz binamda işləyəndə bu Revit linki açıq qoymalıyam kompüterdə, yoxsa bu sönülü olsa da olar? Necə? O birində məsələn mən fasadını işləyirəm də tutaq ki, dediniz burada dəyişəcək də avtomatik. Bunu bağla. Bağlı olsa da olar, yəni açıq qoymaq zorunda deyil. Yəni bunu açanda ancaq reload eləyəcək və s. Tamam.